Biz tələbə qəbulu 2025-ci il 1-ci qrup üzrə test tapşırıqlarının izahına baxırıq. Deməli, birinci sualda deyir ki, doymuş aldehid molekulunun karbon atomlarının 13 sp3 hibrid orbitalı var. sp3 hibrid orbitalı 4 deməkdir. Yəni, burada yazırıq 4n bərabərdir 16. sp3 hibrid orbitalların sayı n bərabərdir 4. Belə çıxır ki, bu aldehiddə 4 dənə karbon deməli sp3 vəziyyətindədir. Aldehiddə də bilirik ki, funksional qrup var. Deməli, aldehid qrupudur. Yazırıq və deyir ki, əsas zəncirdə ikinci karbon atomu nömrələnmə aldehid qrupu olan karbondan başlayır. 1, 2, 3, 4, 5. Deyir, ikinci karbon atomunun oksijeşmə dərəcəsi, yəni hidrogenlərini yazıq tam aydın olsun. Yəni bu şəkildə yazıq. Deyir ki, oksijeşmə dərəcəsi -1-dir. Burada ikinci karbonun oksijeşmə dərəcəsi -2-dir. Niyə? Hidrogen burada müsbət 1-dir. 2 dənə hidrogen var, müsbət 2. Onda karbon olur -2. Bu da deyir ki, -1 olsun. Onda nə edirik? Hidrogenin birinin yerinə deməli bir radikal gətirib birləşdirsək, deməli nə olacaq? Burada karbonun oksijeşmə dərəcəsi -1 olacaq. Deyir, aldehid üçün hansı ifadə doğrudur? Oksidləşməsindən 3 metil butan turşusu alınır. Müvafiq aldehidlərin oksidləşməsindən, yəni sadəcə olaraq funksional qrupda bir də oksidləşəndə bura bir oksigen artırıq olur, karbon turşusu. Yəni radikal hissədə, yəni bu hissədə heç bir dəyişiklik olmur. Burada da alınmalı idi 2 metil butan turşusu, yəni 1, ikinci karbonda metil radikal. Yenə deyirik, radikal hissədə heç bir dəyişiklik olmur. Sadəcə olaraq deməli bu hissə karboksil qrupu, yəni karbon turşularına dəyişir. Birinci yanlışdır. İkinci, molekulunda asimetrik karbon atomu var. Asimetrik karbon atomu nədir? Karbondan 4 dənə tək qat rabitə çıxmalıdır. Çıxan rabitələr isə hər biri deməli ayrı-ayrı atom və radikala birləşməlidir. Gəlin bunu götürək. Bu ikinci karbonu baxın, bir dənə metilə birləşib. Bu digər tərəfdən aldehid qrupuna birləşir. Digər tərəfdən isə deməli etil radikalına, deməli etil radikalına birləşib. Buna görə deməli biri də hidrogen atomuna, yəni burada da hidrogen atomu. Deməli açıq yazsaq, deməli bu şəkildə olacaq da 4 dənə karbon əsas zəncirdə olmalıdır. İkinci karbona deməli nə birləşdirdik? CH3 birləşdirdik. Burada da hidrogen var. Deməli bu karbon asimetrik sayılır. Ona görə ki, deməli 4 dənə rabitə çıxıb bu hidrogeni də bu formada birləşdirsək və 4-ü də nədir? Fərqli atom və ya radikal qrupuna deməli birləşib. Ona görə burada B variantı doğrudur. Gələk o digər variantlarda izahına baxaq. İzobutil radikalı. İzobutil radikalı deməli bu formada yazılır. İzobutil radikalı. Yəni bu da bizə demişdi ki, ikinci karbon atomu nə vəziyyətdə olsun? -1 vəziyyətdə olsun. Burada ikinci karbonu deməli -2-dir. Ona görə bu da uyğun gəlmir. Molekulunda bu ikili butil radikalıdır. Yəni bizdəki radikal hissə ikili butil radikalı deməli adlanır. Molekulunda 10 polyar kovalent rabitə var. 10 polyar kovalent rabitə, yəni hidrogenlərin sayı eyni zamanda deməli burada 2 dənə də polyar kovalent rabitə karbon oksigenlə birləşməsidir. 3, 5, 6, 9, 10, 11, 12. 12 dənə polyar kovalent rabitə var. Yəni bu şəkildə bu da doğru deyil. Molekulunda birli karbon atomları bütün karbon atomlarının 40%-ni təşkil edir. Birli karbon atomu nədir? Deməli burada neçə birli karbon atomu var, ona baxaq. Bax bu CH3 birlidir, bir karbonla birləşib. Buradakı CH3 də birlidir. Demişdik ki, CH3 həmişə birli olur. Bu da birlidir. Bu aldehid qrupundakı karbon da birlidir. Yəni o da bir dənə karbonla birləşib 3 dənə. Deməli 3. Burada da cəmi 5 karbon var. Vururuq 100-ə. Deməli bu da 60%-ni təşkil edir. Ona görə Y variantı da doğru olmur. Gəlirik ikinci suala. İkinci sualda da deyir ki, Euler-Venn diaqramı verib, nə doğrudur, hansına uyğundur daha doğrusu. Təzyiqin artırılması tarazlığın yerləşməsinə təsir etmir. Təzyiqin artırılması tarazlığın yerləşməsinə o zaman təsir etmir ki, həcm sabit qalsın. Deməli, burada 3 həcmdən 2 həcm alınıb. Təbii ki, burada təzyiq təsir eləyəcək, çünki həcm azalıb. Həcm azalanda təzyiq artır. Burada isə həcm bu 1, bu 1, 2. Deməli, 2-dən 2 alınıb. Həcm dəyişməyib. Həcm dəyişməyibsə təzyiq də dəyişmir. Deməli, tarazlığa təzyiqin artırılması təsir etməyəcək. Yerləşməsinə təsir etməyəcək. Bura düşəcək 1. Temperaturun artırılması tarazlığı ilkin maddələrin alınması istiqamətində aparır. Birinci reaksiya eksotermikdir. Əgər temperaturu biz
azaldarıqsa, reaksiya məhsul tərəfə gedər. Əgər temperaturu artırarıqsa, deməli reaksiyamız hansı tərəfə gedəcək? Sol tərəfə gedəcək və ilkin maddələrin qatılığı təbii ki, sol tərəfə getdiyi üçün ilkin maddələrin qatılığı artacaq. Ona görə 2-ni yazırıq bura. Oksigenin qatılığının artırılması. Hər iki tərəfdə oksigen reaksiyaya daxil olan maddədir. Hər iki tərəfdə oksigenin qatılığını artırırıqsa, deməli tarazlıq məhsulun alınma istiqamətinə yönələcək. Bəli, deməli qatılığın artırılması reaksiyada deməli qatılığın həmən istiqamətdə azalmasına doğru gedir. Yəni hansı azalması hansı istiqamətdir? Sağa doğru, sağa doğru. Deməli bu ümumiyə gedəcək. Sonra gəlirik həcmi artırdıqda tarazlıq ilkin maddələrin alınması istiqamətində gedir. Həcmin artması. Burada dedik ki, həcm təsir etmir. Burada necə təsir edir? İlkin tərəfə, yəni sol tərəfə gedir. Burada 2 moldan nə qədər alınır? 3. Həcm artırdıqda həcm artıb, bəli, ilkin maddələrin alınması, yəni sol tərəfə istiqamətlənəcək. Bu da deməli birinciyə uyğun gəlir. 2, 4, deməli 3, 1. Deməli burada olur deməli nə variantı? A variantı. Sonra keçirik deməli digər sualı. Üçüncü suala. Üçüncü sualda deyir ki, XO birləşməsi verib bizə. Oksigenin proton sayı bütün protonların sayını. X'in proton sayını bilmirik, amma oksigenin proton sayı təbii ki, məlumdur. Deyir ki, oksigenin proton sayı, yəni bütün protonların 25%-ni təşkil edir. Onda nə yazırıq? 25 bərabərdir. 8 bölək bütün protonların sayını X qəbul eləyək. Vuraq 100-ə. Deməli, bütün protonların sayı nə qədərdir? 32-dir. Və buradan oksigeni çıxırıq, ki, bildiyimizi çıxırıq. Deməli, qalır 24. Deməli, X-in proton sayı 24-dür. Oksigen də deməli 8. Deməli bizdən nə soruşur? Deyir X-in normal halda qısa elektron formulu 24 və 29 proton sayı olan elementlərdə deməli xüsusi hal var ki, hansı ki S-dən elektron, bir elektron keçir D yarım səviyyəsinə. Ona görə də bu xromdur. Xromda yazanda necə yazırıq? 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 6, 4S1, 3D5 elektron formulu. Deməli, bu da nəyə uyğun gəlir? D variantına uyğun gəlir. Sonra dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, hansı reaksiyalarda oksidləşmə məhsulu mürəkkəb maddədir? Gəlin baxaq. Məsələn, birincidə silisium müsbət 4-dür. Keçir bura. Burada silisium nədir? Oksidləşdiricidir. Oksidləşdiricinin reduksiya məhsulu, yəni silisiumdur. Reduksiya məhsulu bəsit maddədir. Bizə oksidləşmə məhsulu deyirsə, reduksiya edicini axtarırıq. Burada maqnezium 0-dan keçir müsbət 2-yə. Burada maqnezium reduksiya edicidir. Reduksiya edicinin oksidləşmə məhsulu maqnezium odur və maqnezium odu mürəkkəb maddədir. Bəli, düzdür. Sonra burada kuprum müsbət 2-dən keçir 0-a. Burada kuprum nədir? Oksidləşdiricidir. Oksidləşdirici isə reduksiya məhsulu olur. Bizdən oksidləşmə məhsulu istəyir. Sonra keçirik azot. Burada mənfi 3-dən keçir 0-a. Azot burada bəli reduksiya edicidir, amma oksidləşmə məhsulu bəsit maddədir. Bizə deyir ki, oksidləşmə məhsulu mürəkkəb olsun. Keçirik 3-cü suala. Azot burada mənfi 3-dən 0-a gəlir. Bəli, azot burada reduksiya edicidir, amma oksidləşmə məhsulu bəsit maddədir. Keçirik növbəti suala. Alüminium burada 0-dan keçir müsbət 3-ə. Bəli, alüminium burada reduksiya edicidir. Oksidləşmə məhsulu isə mürəkkəb maddədir. Ona görə də burada doğru cavab deməli C bəndi olacaq. Gəlirik 5-ci suala. 5-ci sualda fikir versək, hər iki maddədə maddə miqdarları, yəni molları bərabərdir. Yəni bu da A moldur, bu da A moldur. Rabitələrin ümumi sayı. Rabitələri necə tapırdıq? Yəni H2SO4, deməli 2-ni vururduq 4-ə, yəni ümumi rabitələrin sayı. Sonra deməli H3PO4, oksigenin ikisini vururduq 4-ə, rabitələrin sayı. Deməli nə yazırıq? 8 burada, 8 burada yazırıq 16A bərabərdir 48-ə. A da bərabərdir 3-ə. Deməli H2SO4 də burada 3 moldur. H3PO4 də burada nə qədərdir? 3 moldur. A-nı ifadə, A-nı müəyyən edin. A da nəyə bərabər imiş? 3-ə bərabər imiş. Sonra gəlirik 6-cı suala.
6-cı sualda deyir ki, xlorid turşusu, yazır xlorid turşusu XOH2 dəfə ilə reaksiya daxil olur. Tam neytrallaşması. Neytrallaşma reaksiyası nədir? H-ın sayının OH-ın sayına bərabər olduğu haldır. Ona görə bura 2 yazırıq. Və burada mənə nə verir? 200 ml. 200 ml nədir? Həcm. V bərabərdir 0,2 litr. Çevirdim, mililitrdən litrə keçdim. Molyar nədir? Qatılıq C bərabərdir 5 molyar. Deməli, mən düsturumuz var. C bərabərdir nü bölə V düsturunda. Burada nü'nü tapa bilərəm. Nü bərabərdir CV. 0,2'ni vururam 5'e eləyir 1 mol. Və yazıram xlorun üstünə, H xlorun üstünə daha doğrusu 1 mol. Neytrallaşmasından 60 kilojul istilik ayrılarsa, deməli, tam neytrallaşma yazırıq reaksiyanı və deyir ki, 61 moldan nə qədər enerji ayrılıb? 60 kilojul istilik ayrılıb. İstilik effektini soruşur. 2 moldan görüm nə qədər ayrılar. Yəni, reaksiyanın özündən. Bu da 2 dəfə çox. Deməli, reaksiyanın istilik effekti nə qədər olacaq? 120 deməli, kilojul. Deməli, bu da olacaq. 6-da cavab olacaq B bəndi. Sonra gəlirik 7-ci suala. Hidrolizinin birinci mərhələsindən alınan duz turş duz olmalıdır. Deməli, yadımızda saxlayırıq ki, mühiti turş olan duzların hidroliz mərhələsinin birinci duzu əsasi duzu olur. Bu səbəblə ki, yəni bu səbəb olaraq bunu göstərə bilərik ki, metalın gərək ki, valentliyi birdən çox olsun. Bir yox, birdən çox olsun. Baxaq birinci suala. Birinci sualda fikir versək, kuprum SO4 2 sulfat alınır. Kuprum 2 sulfatın mühiti turşdur. Çünki sulfat, yəni misal deməli qüvvətlidir. Mühit turş olacaq. Mühiti turş olan duzlarda birinci duz əsasi duz olur. Bizə də turş duz olmalı. Deməli, birlər uyğun gəlməz. İkinci sual. Mühiti əsasi olanlarda isə birinci mərhələsində alınan duz turş duz olur. Bu səbəblə ki, gərək ki, turşu qalığının əsaslığı 2-dən çox olsun. 2 və 2-dən çox olsun. Argentium nitratda mühit turşdur deyə bilərik. Amma birinci mərhələsində alınan duz alınmır. Elə alınır argentium OH. Səbəb dedik ki, metalın gərək valentliyi 2 və 2-dən çox olsun. Yəni 1-dən çox olsun. Burada da metalın valentliyi 1 olduğu üçün bu bizə aralıq məhsul vermir. Natrium sulfitdə də mühit əsasidir. Aralıq məhsul yenə yəni birinci mərhələdə alınan duz turş duz olacaq. Ona görə cavab olur 2 ilə 4. Sonra gəlirik 14-cü sualı. 14-cü sualda deyir ki, natrium hidridin yazırıq. Natrium hidrid, üzərinə gəlirik su. Demişdik ki, aktiv metalların hidridləri su ilə reaksiyaya daxil olur. Hidrogen ayrılır. Bu həm də hidrogen laboratoriyada alınma reaksiyası idi. Deməli, 14,4 qram natrium hidrid artıq miqdarda su ilə reaksiyasından alınan natrium OH. Görək ki, nə qədər natrium OH alınıb. 24 kütlənin altına yazırıq və buraya yazırıq 1 mol. Və tənasüblə buradan həll edirik. Deməli, 14,4-ü bölürük 24-ə. Bu eləyir 0,6 mol. Deməli, 0,6 mol buradan alınan natrium hidroksid. Arxası nədir? Deyir, alınan natrium hidroksid H2SO4-lə tam neytrallaşdırır. Yenə tam neytrallaşma deyirsə, hidrogenin sayı gərək ki, OH-ın sayına bərabər olsun. Ona görə qarşı 2 yazırıq və normal duz və su alınır. Buna neytrallaşma reaksiyası deyilir və molu yazırıq üzərindən və bizə deyir ki, 2 molyar H2SO4 alınıb. Sulfat turşusunun həcmini hesablayın. Deməli, bizə molyar veribsə, həcmini istəyirsə, C-ni veribsə, həcmi istəyirsə, deməli, düsturumuz nə olacaq? C bərabərdir nü bölə V. Deməli, biz onun nəyini tapmalıyıq? Mol miqdarını tapmalıyıq, molunu tapmalıyıq. Görək neçə mol sulfat turşusu reaksiyaya daxil olar. 2 mol natrium hidroksid reaksiyaya daxil olanda da 1 mol sulfat turşusu reaksiyaya daxil olur. Buradan tənasüblə yazırıq 0,6 moldan X sulfat turşusu, 2 mola da 1 mol alınır. X bərabərdir. Deməli, molunu neçə tapırıq? 0,3 mol. Burada molu tapdıq. Deməli, V də düsturdan bərabərdir. Nü bölünsün C-dir. Nü-nü 0,3 tapdıq. C-ni də bizə verilmişdir. Yəni, şərtdə var idi. Bu da eləyir 0,15 litr.
Mən nə deyir həcmi millilitrdən vururam 1000-ə. Bu da eləyəcək nə qədər? 150 millilitr. Gəlirik 9-cu suala. 9-cu sualda deyir ki, X hansı maddələr ola bilər? Yəni hansı ki karbonla reaksiyaya getmir, amma silisiumdan gedir. Oksigen bilirik, karbonla reaksiya daxil olur. Yəni dərhal bu variantları silirik. Karbon xlorla reaksiyaya daxil olmur. Xlor daha doğrusu karbonla reaksiyaya daxil olmur, yəni əksi də olar. Silisiumla reaksiya daxil olur, götürə bilərik. Deməli, üçüncüdə deməli qələbələr reaksiya daxil olduğu qeyri-metallar demişdik, halogenlərdir, silisiumdur, bir də kükürdür. Yerdə qalan qeyri-metallarla reaksiya daxil olmur, fosforla da reaksiya daxil olur deyə bilərik. Ona görə də burada 2 ilə 3 olacaq. Gəlirik 18-ci suala. 18-ci sualda deyir ki, birinci və ikinci. Birinci ifadə odur ki, flordan xlora ümumi olsun. İkinci ifadə odur ki, xlordan yoda ümumi olsun. Zəhərli qazdır. Bilirik ki, yod bərk haldadır. Florla xlor zəhərli qazdır. Deməli, birinciyə 1 uyğun gəlir. 1, 3, 5, 7 valent. Flor xarici olmaqla dedik ki, florun xaricində D orbitalı olmadığına görə həyəcanlana bilmir. Valentliyi 1-dir. Deməli, yerdə qalanlar isə D-si olduğu üçün həyəcanlanır. 1, 3, 5, 7 valentli göstərir. Ona görə də ikinciyə 2 gedəcək. Həm oksidləşdirici, həm reduksiya edici ola bilər. Flor yalnız oksidləşdiricidir. Həm oksidləşdirici, həm reduksiya edici olanlar digərləridir. Yəni 3-ü də bura götürə bilərik. Kükürdlə reaksiya daxil olur. Kükürdlə reaksiya daxil olur deyirsə, yod kükürdlə reaksiya daxil olmur. Deməli, florla xlor reaksiya daxil olduğu üçün, deməli, birinciyə yazarıq 1, 4, o digərinə yazarıq 2, 3. Ona görə də 10-cu da variant olacaq A bəndi. Gəlirik 11-ci sualda. Yadımızda saxlayırıq. NH4NO3-ün parçalanmasından N2O və deməli su alınır. NH4NO2-nin parçalanmasına bax hər ikisinə ortaq olmalıdır. Yəni Y ortaq olmalıdır. NH4NO2-nin parçalanmasına isə azot alınır. Bu azotla azot və su alınır. Deməli bunların ortağı nədir? Sudur. Onda Z olur N2, X olur N2O və bizdən Z üçün hansı ifadələr doğrudur istəyir. Z nə oldu? Azot. Azot. Azot necə yazılır? Qrafik formulu 3 qat rabitə ilə N. Molekulunda 2 pi rabitə var. Bəli, biri sigmadır, ikisi pidir. Bu düzdür. Karbonla reaksiyasından, xeyr, su karbonla közərmiş kömürlə reaksiya daxilində CO hidrogen əmələ gətirir. Deməli, bu azota aid deyil. Kəskin iyili, xeyr, azot havada var, kəskin iyili deyil. Xlorla reaksiya daxil olur. Bəli, deməli, xlor karbonla, oksigenlə, azotla reaksiya daxil olmur. Buna görə də burada doğru cavab, deməli, nə olacaq? 11-ci sualda D bəndi olacaq. Gəlirik 12-ci suala. Alanin. Alanin amin turşulara aiddir. Alanin bu şəkildə yazılır. CH, NH2, COOH. Deyir ki, əmələ gətirdiyi tripeptid. Yadımızda saxlayın. Tripeptid nədir? 3 dənə amin turşusu birləşərək tripeptid əmələ gəlir və ondan deməli amin turşusunun sayından bir vahid əskikdə su ayrılır. Deyir, əmələ gətirdiyi tripeptid molekulunda sigma rabitələrinin ümumi sayını tapın. Biz də deyirik ki, yadımızda varsa, sigma rabitələrin sayı ümumi atom sayından bir vahid əski olur. Bizə də formul verdiyinə görə alanindəki atomları sayaq. 4, 5, 6, 7, 9, 10, 11, 12, 13. Deməli, 13 dənə nə var? Atom var. Bir əskik nə olacaq? 12 dənə nə var? Sigma var. Və burada neçə dənə amin turşusu götürür? 3 dənə amin turşusu götürür. Onda vururam 3, 12-yə. Deməli, nə qədər burada sigma var? 36 sigma var. Amma 2 molda su ayrılıb axı. Deməli, 2 molda su ayrılıbsa, suda neçə sigma var? 2. 2 suda nə qədər sigma var? 4 sigma. Deməli, 36-dan da 4-ü çıxarıq. Burada cəmi neçə sigma eləyəcək? 32 sigma deməli eləyəcək. Burada doğru cavab neçənci sual idi? Aha, deməli B variantı olur. Gəlirik 13-cü suala. 13-cü sual maraqlı sualdır. Dəfələrlə müayinə eləmişik. Deməli 13-cü sual. Deyir ki, reaksiya daxil olan maddələr amonyak, bir də CO2. Reaksiya daxil olur. Karbamidin alınma reaksiyasıdır. Deməli sadə gübrədir. Karbamid alınır və 2 mol su. Deməli 2 molda amonyak reaksiya daxil olur. Kütlələri bərabərdir. Bu da A qramdır, bu da A qramdır. Reaksiya daxil olub, amma 90 qram nə alınıb? Karbamid alınıb. İndi görək deməli amonyak
nə qədər sərf olunur 90 qram deməli karbamid alınması üçün yazırıq. 2 vur 17, burada yazırıq 60. Yazıram x qram amonyak reaksiya daxil olanda 90 qram karbamid alınırsa, 34 qramdan da nə qədər alınır? 60 qram. Deməli, ixtisarımı aparıram, 17-ni 3-ə vuranda eləyir 51. 51 qram deməli amonyak sərf olunur. Sonra keçirik CO2-ni hesablamağa. Görək CO2 nə qədər xərclənir. X qram CO2 xərclənəndə 90 qram karbamid alınır. 44 qramdan isə 60. Deməli, yenə ixtisarımı 3-ə aparıram. İxtisar 22 nə qədər olur? 66. Deməli, 66 qram CO2 sərf olunur, 51 qram da bu. Bu da deyir kütlələri bərabərdir. Kütləsi bərabər olanda demişdik ki, hansı maddənin kütləsi çoxdursa, hər ikisinə də onu verir. Çünki kütlə bərabərdir. Deməli, onda A-nın yerinə yazırıq. Bu da 66 reaksiya daxil olub, bu da 66. CO2 tamamilə sərf olunacaq. 66 nə qədər sərf olunur 66-dan? 51-i sərf olunur. 15 qram amonyak neyinir? Artıq qalır. Deməli, artıq qalan amonyakdır və nədir? 15 qramdır. 13-cü sualda cavab D bəndi olacaq. Növbəti, deməli, 14-cü sual. 14-cü sualda deməli, deyir ki, termiki parçalama, nitratların termiki parçalanmasının hamısından oksigen qazı ayrılır. Amma bu bizdən şərt kəsir ki, 1 molunun tam, yəni parçalanmasından 0,5 mol oksigen alınsın. İndi civə ilə gümüş eyni, yəni parçaların nitratları eyni parçaların, yəni nə demək istəyirik? Civə ilə gümüş parçalananda deməli metalın özü, başlayın civə. Metalın özü NO2 qazı və oksigen deməli ayrılır. Gəlin hesablayaq. Burada neçə dənə NO3 azot var? 2 dənə. Bura qarşı yazıram 2. 1 mol üçün daxil 1 moldur. Yəni oksigen nə qədər edir? Burada nə qədərdir? 6 dənə. Burada nə qədərdir? 4. Burada 2, 6 dənə. Deməli 1 moldan nə qədər oksigen ayrılır? 1 mol. Bu mənə deyir ki, yarım olsun. Deməli civə burada uyğun gəlmədi. Keçirik gümüşə. Neçə dənə oksigen var? 3 dənə. Burada neçə dənə? 2-si var. 3 olması üçün buraya yazıram 0,5. Deməli 1 mol gümüş nitratın parçalanmasına yarım mol oksigen sərf olundu. Bu bizim qaydaya uyğun gəldi. Sonra gəlirik sink nitratın parçalanmasına. Sink NO3 2 dəfə parçalananda oksid, NO2, bir də O2 qazı ayrılır. Neçə azotumuz var? 2. Qarşı yazıram 2. Cəmi neçə oksigenimiz var? 6 dənə. 4, bu 1, 5, 6 olması üçün bura nə yazıram? 0,5 deyir 6. Deməli, 1 moldan nə qədər oksigen ayrıldı? 0,5. Deməli, doğru cavab nə olur burada? C bəndi olacaq. Sonra gəlirik 15-ci sualın izahına. 15-ci sualda polipropilen deyil. Baxın, birinci propilen yazaq. Yəni, bilirik ki, propilen, daha doğrusu propilen, bəli, propen bu şəkildə yazılır. Polipropilen deyirsə, deməli, polimerləşmiş şəkildə. Baxın, 2 qat hansı karbona aiddir? Bir bu karbona aiddir, bir sağ-sol karbonlara aiddir. Bu rabitə sınır. Bax, buradan deməli açılır. İndi bunu daha sadə, sərgəli şəkildə yazmaq üçün, yəni, bax, bu CH3-ü burada yazarıq və bu qırılan rabitəni də burada göstərərik. Bax, N qədər. Bu oldu bizim nəyimiz? Polipropilenimiz. Polimerləşmə dərəcəsi, yəni N-in qiyməti 2000-dir. Makromolekulunda hidrogen atomlarının sayı, bir molekulunda hidrogen atomu sayı nə qədərdir? 2, 3, 6 dənədir. 6 dənədir, amma makromolekul sayı nə qədərdir? 2000. Polimerləşmə dərəcəsi nə qədərdir? 2000. 6-nı vurarıq 2000-ə, eləyər 1200 hidrogen deməli atomu olacaq. Ona görə 15-ci sualda cavab nə olur? Y bəndi olur. Sonra gəlirik 16-cı suala. 16-cı sualda X, Y, Z-dir. İkinci, üçüncü dövrlərin qələvi metalları verilib. Aha. Deyir, biz bilirik ki, radius dedi. Yuxarıdan aşağıya getdikcə radius neyinir? Artır. Y-in radiusu X-dən kiçikdir. Deməli, X yuxarıdadır, Y ondan aşağıdadır. Z-dən isə deməli böyükdür. Onda deməli Z-dən daha doğrusu nə deyir? Y-in radiusu X-dən kiçikdir. Yuxarıdan aşağıya getdikcə radius artır. Y-in radiusu X-dən kiçikdir. Onda Y yuxarıdadır, X ondan aşağıdadır. Z-dən isə
böyükdür. Yəni Z-dən böyükdürsə, deməli Z daha yuxarıdadır. Bax bu Y X-dən kiçikdir. Çünki yuxarıdan aşağı getdikcə radius böyür. Z-dən isə böyükdür. Z də ondan kiçikdir. Ona görə yuxarıda olacaq. Deyir ki, ərimə temperaturu yuxarıdan aşağıya getdikcə ərimə temperaturu azalır. Yadımızda saxlayırıq. Azalma istiqaməti deyirsə, elə Z, Y nə olacaq? X olacaq. 16-da cavab C bəndi. Gəlirik 17-ci suala. 17-ci sualda deyir ki, 4-cü dövrün əlavə yarımqrup elementidir. 4-cü dövrün əlavə yarımqrup elementidirsə, artıq bunun 1-ci dövründə, 2-ci dövründə, 3-cü dövründə deməli elektronlar öz yerini alıb. 4-cü dövr deyirsə, əlavə yarımqrup deyirsə, S-də bilmirəm nə qədər elektron var, eyni zamanda D-də də bilmirəm nə qədər elektron var. Deyir ki, X atomunda P elektronların sayı zaten bura qədər deməli 12-dir, düzdürmü? 40 bütün elektronların 40%-ni təşkil edir. Onu nə yazıram? 40 bərabərdir 12 böl X vur neçə? 100. Deməli, buradan ixtisarımı aparıram. Tapıram ki, bütün elektronların sayı neçədir? 30. 30-cu element burada göstərilib sinkdir. Sink də xarici ilə qutaracaq 4S2, 3D 10-dan. 4'e qədər 20, 3'də 10 da 30. Deyir, bunun üçün, bu metal üçün hansı deməli reaksiyalar doğrudur. Deməli, birinci getmir gedir. Hidrogenə qədər olan metallar xlor itorisindən reaksiya daxil olur, hidrogeni sıxışdırıb çıxarır. X amfoter metaldır, qələvələrlə reaksiya daxil olur, sink amfoterdir, bəli. Deməli, sink su ilə reaksiya daxil olanda dedik ki, zəif metallar. Deməli, su ilə reaksiya daxil olanda oksidi bir də hidrogen alınır. Bu da doğrudur. Deməli, X oksigen reaksiya daxil olanda X-in ekvivalentliyi yəni olur sink zaten. O sink olmalı idi. Bu da yanlışdır. Burada doğru cavab olacaq Y bəndi. 17-ci sualda cavab Y bəndi. Gəlirik 18-ci suala. 18-ci sualda deyir ki, alkandı nisbi molekul kütləsi 100-dür. Alkanın ümumi formulu CnHgen plus 2-dir. Onu bərabər eləyirəm 100-ə. 14n plus 2 bərabərdir 100. N-i də buradan tapsam eləyir 7. Deməli, alkan molekulunda 7 dənə karbon var. İndi bizdən şərtdə nə deyir? Deyir ki, karbonda birli karbondan ikili karbon bir-birinə bərabər olsun. Yəni, nə qədər birli var, o qədər də ikili olsun. Məsələn, A variantında yazası olsaq, 4 dənə, baxın, butan, 4 dənə əsas zəncirdə karbon var. İkincidə metil radikalı var, yazıram. Bir də 3-də metil radikalı var. Bizdə nə qədər birli olur? Demişdik ki, CH3 həmişə birlidir, düzdürmü? 1, 2, 3, 4, 5. 5 dənə birli var, bir dənə də ikili var. Bu artıq dörtlüdür. Yəni 4 dənə karbonla birləşir. Ona görə bu uyğun, deməli, gəlmədi. Keçirik pentana. Əsas zəncirdə B variantında 5 dənədir karbon var, çəkdim. Ümumi karbonu saxlayıram 7. Ümumi karbon, yəni əski artıq olmasın. 2 dimetil yazıram. Aha, yazdıq. İndi burada neçə dənə? Bu da metildir də. Birli var. 1, 2, 3, 4. Burada neçə dənə ikili var? 2 dənə ikili var. Bunlar bir-birinə bərabər olmadı. Gəlirik C variantını yazırıq. Heksan deyir 6 dənə əsas zəncirdə deməli karbon çəkilir. Nə qədər oldu? 3, 6 dənə. Və ikinci karbona metil birləşdiririk. Dedik ki, metillər həmişə birli olur. 1, 2, 3. 3 dənə metil var. Daha doğrusu birli var. Bu da ikilidir. Fikir verin. Bu da ikilidir. Bu da ikilidir. 3 dənə də ikili var. Deməli 3-3-ə bərabərdir. Ona görə də 18-ci sualda cavab C bəndi olacaq. Sonra gəlirik 14-cü suala. Bunları izah eləmişdik. 1000 dərəcədə sıfırlar atırdıq. Deməli burada X nədir? Karbondur. Reaksiya daxil olmur. Xlor karbonla reaksiya daxil olmur. Karbon CO2 ilə reaksiya daxil olur, dəm qazı alınır. Yəni buradan elə birlər silə bilərik. Xlorla reaksiya daxil olmur. Eyni zamanda xlor türküsünə də reaksiya daxil olmur. Ona görə 19-cu sualda cavab Y bəndi olacaq. Gəlirik 20-ci sualda. 20-ci sualda deyir ki, eyni sayda karbon atomları olan doymuş bir əsaslı karbon turşusu ilə doymuş bir atomlu spirtdən alınan mürəkkəb efir. Mürəkkəb efirin ümumi formulu CnH2nO2-dir.
Deyir ki, molekulunda 8 hidrogen var. Nə qədər hidrogen var? 2. Bərabər eləyirəm niyə? 8-ə. Deməli, n nəyə bərabərdir? 4-ə. Deməli, burada mürəkkəb efirin formulu C4H8O2. Bu da deyir ki, mürəkkəb efirdə karbon turşusundan bir əsaslı turşuların, daha doğrusu spirtlərin alınmasından alınır, düzdürmü? Burada deyir, karbon atomları hər iki tərəfdə bərabərdir. 4-ün yarısı, yəni yarısını spirt tərəfdən götürəcəyik, yəni C2H5OH. Yarısını da, yəni ikisini də karbon turşusuna verəcəyik. Yəni sirkə turşusu, bu da daha doğrusu turşusu, sirkə turşusu, bu da etil spirti. Demişdik ki, turşu hissədən OH, spirt hissədən H ayrılır. Nə alınır? CH3, C2 qat rabitə O, C2H5. Baxın, efirdə 8 dənə hidrogen atomu var. Deyir ki, neyin adlandırın, doymuş mürəkkəb efir molekulunda efiri müəyyən edin. Efir olacaq etil asetat, etil etanoat, yəni beynəlxalq nomenklatur. Adlandırın, sadəcə uyğun gəlir nəyə? Etil asetata. Yəni cəmi 4 dənə karbona deməli uyğun gəlir. Heç məsələn üçün yazmasaq da olardı, yəni almasaq da olardı. Onda necə davranacaqdıq? 4-ü tapdıq əsas məsələ. Deməli hər iki tərəfdə də 2 dənə karbon var. Yəni 4 cəmi karbon var. Metildə 1 dənə, formiatda 1 dənə, burada 2 dənə karbon elədi. Etildə 2 dənə, formiatda 1 dənə, burada 3 elədi. Propildə 3 dənə, propaniatda da 3 dənə, bu 6 elədi. Metildə 1 dənə, asetatda da deməli 2 dənə, bu da 3 elədi. Etil asetat hər iki tərəfdə də 2, 2 və 4 karbon cəmi, yəni belə də yazmaq olardı. Sonra gəlirik 21-ci suala. Xlorpren. Xlorpren yazaq. CH2, 2 qat rabitə, C xlor, CH, 2 qat rabitə, CH2. Bu bizim xlorprendir. Deyir ki, 2 mol hidrogenlə reaksiyasında neçə dənə pi var? 2 dənə. Elə 2 molla da reaksiya daxil olubsa, deməli pi rabitələrdir. Hamısı sınıb. Nə alınır? Doymuş monohalogenli deməli törəmə. Aha, aldıq. X maddəsi üçün hansı ifadələr doğrudur? Molekulunda 13 sigma var. Dedik ki, ümumi atomların sayından bir vahid əski açıq zəncirə malik olan karbohidrogenlərdə ümumi atomların sayından bir vahid əski sigma olur. 4, 5, 6, 7, 8, 10, 11, 14. 14'dür, bir əskik 13 eləyir. Deməli, düzdürmü? Deməli, birinci doğrudur. Birinci doğrudur. Sonra gəlir natriumla reaksiyasına. Natriumla reaksiyası nə reaksiyasıdır? Vüs reaksiyasıdır. Natrium gəldi, xloru apardı. Natrium xlorla birlə, baxın, götürsə, buradakı rabitənin yerinə, yadınızda saxlayın, rahat olsun deyə, məsələn üçün, biz bunu qopardıq, ikincinin əksini burada yarada bilərik. O biraz adlandırmada bizə problem yaradır. Fikir verin, sol və sağ tərəfə. Sağ tərəfdə etildir, sol tərəfdə metildir. Bax, yəni, sadə olanı, yəni keçirdin bax bu xlorun yerinə. Bax bunu keçirdirsiniz xlorun yerinə. Artıq bu yoxdur. Və bu hissədən güzgü əksi qoyub eynisini bu tərəfə köçürdürsünüz. Yəni belə deyək də, nömrələmə necə olacaq? 1, 2, 3. Yenisini bura yazdım. CH2, CH3, 3, 4, 5, 6, 3, 4 dimetil heksan. Görək adı buydu mu? 3, 4 dimetil heksan. Bəli, elə olur. Nə? Y bəndi. İndi qələvinin suda məhlulu ilə izobutil əmələ gətirirmi? Deməli, indi gəlin yerinə yazaq, onu da yoxlayaq. Burada xlor idi, burada CH3 idi. İzobutil yox, ikili butil olar. Çünki izobutil deməli olmaz da. Çünki izobutil olması üçün deməli, yəni OH gərək ki, deməli bura birləşərdi. Yəni ortada olardı. Yəni bundan izobutil olmaz. İkili butil olar. Deməli, üçüncü də yanlışdır. Deməli 1 2. 22-ci sual. 22-ci sualda nə deyir? Deyir ki, doymuş bir atomlu amma ikili spirt. Əsas odur ki, bir atomludur. Yəni ikilisini sonra düzəldərik. Yəni nə deyir? Bir dənə nə var? OH var. Karbonun kütləsinin oksigen kütləsinə olan nisbəti 3-dür. Bir atomlu spirtlərdə bir dənə oksigen var. Onun da kütləsi 16-dır. İndi karbon kütləsini bilmirəm, amma 16-ya bölüb 3 alıb. Deməli, onda karbon kütləsi nəyə bərabərdir? 48-ə. Karbon da neçədir? 12-dir. 12N bərabərdir 48. N də bərabərdir 4. Deməli, bu birləşmədə cəmi N bərabərdir 4. 4 dənə karbon var. Amma ikili olmalıdır. Yəni, birli yox. Ona görə istəyirsiniz OH-ı bura, istəyirsiniz bura. Fərqi yoxdur. OH-ı birləşdirəndə deməli, bu olur ikili. Amma cəmi 4 karbon var. İndi bizə nə deyir? Deyir ki, hansı ifadə doğrudur?
Əsas zəncirində ikinci karbon atomunun oksidaşma dərəcəsi -1-dir. Gəlin baxaq. Oy, niyə silindi? 4 dənə karbonu yazdıq. İkili olduğu üçün bura OH-ı birləşdirdik. Hidrogenlərini də yazaq yerinə. Aha, bu şəkildə. Deməli deyir ki, əsas zəncirində ikinci karbon atomunun oksidaşma dərəcəsi, baxaq, bu birincidir, bu ikincidir, baxaq. Oksigen -2-dir, düzdür, hidrogen -1-dir, burada da -1-dir, cəbr cəm 0 edir, ona görə karbon burada 0. Deməli, onda bu doğru olmadı. Molekulunda 9 karbon hidrogen rabitəsi var. Deməli, hidrogen, karbon hidrogen 3, 5, 6, bu da 3, 9. Deməli, B variantı nədir? Doğrudur. Molekulunda bir metil qrupu var, xeyr, 2 dənə metil qrupu var. İzopropil spirt adlanır, xeyr, izopropil deyil. Kuprum oksid ilə oksidləşmir, oksidləşir. Yəni keton alınır. İkili spirtlərin dedik oksidləşməsindən nə alınır? Keton alınır. Bu Y variantı da yanlışdır. 23-cü suala baxaq. Deyir ki, nisbi molekul kütləsi 64-dür. X-in Y-ə nisbəti, kütlə nisbəti də, yəni ixtisar edib 5-in 3-ə. Onda cəmi kütlə nə qədər eləyir? 8. 8 qramın içində nə qədər X var? 5 qram. Bu da mənə deyir ki, 64 qramın içində X-in nisbi molekul atom kütləsi nə qədər eləyir? X. Deməli, X burada nəyə bərabər imiş? 40 qrama. Deməli, cavab olur. Nə qədər? 40. Sonra gəlirik 24-cü suala. 24-cü sualda nə deyir? Deyir ki, ozonometre cihazıdır. Oksigen X moldur. Və ozon alınıb. Əmsallaşdırırıq. Bura 3, bura 2 yazırıq. Məhsulun praktik çıxımı. Deməli, məhsul 0,4-dür. 10% ilə alınıb. Deməli, 100% nə qədər alınardı? 4 mol. Görək 4 moldan nə qədər oksigen sərf olunar? X, bura 3 yazıram, bura 2 yazıram. Tənasübə X-ə 4, 3-ə 2. X bərabərdir 6 mol oksigen deməli, aparata daxil olub. Gəlirik 25-ci suala. 25-ci sualda maraqlıdır. Bizə nə verib? C2H4 verib, bir də C2H6 verib. Onların cəmi kütləsini m qram və həcmləri də 11,2 litrdir. 11,2 litr, yəni yarım mol verir. Qaz qarışığını tam doymuş hala gətirmək üçün. Zaten bu C2H6 doymuş karbohidrogendir. Bir dənə doyma ehtimalı olan C2H4-dür. O hidrogenlə reaksiyaya daxil olur və C2H6 alınır. Deyir ki, 0,2 mol hidrogen sərf olunur. Əgər 0,2 mol hidrogen sərf olunubsa, deməli 0,2 molda C2H4 sərf olunar, düzdürmü? İndi 0,2 mol aha, bunun da cəmi nə qədər idi ümumi? 0,5. 0,5-in 0,2-si budursa, 0,3-ü də budur. Düzdürmü? İndi burada nə qədər eləyir? 30. 30. Deməli, 30-u 0,3-ə vuranda eləyəcək nə qədər? Daha doğrusu 0,2 mol, bir dəqiqə, X-ə 0,2, 22,4-də də 1 mol, bilir 4,48, düzdürmü? 11,2-dən də 4,48 çıxanda qalır 8,96. Bir dəqiqə, bunu bir də yazım. C2H4, C2H6. Dedik ki, etilen reaksiyaya daxil olacaq, C2H6 alınacaq, düzdürmü? Deməli, bu reaksiya etan reaksiyaya daxil olmur. 0,2 mol hidrogen sərf olunursa, onda görün bu neçə litr olacaq? Buraya yazıram 22,4, buradakı 11,2 idi. Burada nə qədər eləyir? 1 mol, bu da eləyəcək 4,48. İndi 1,2-dən 4,48 çıxanda qalır 6,72. Onda buna nə düşəcək? 6,72. İndi bizə nə istəyirdi? Deməli, M hesablayın. Aha, 4,48, yəni 0,2 molu vuracağıq 28-ə. Bu eləyəcək. Deməli, doymuş hala gətirmək üçün 0,2. Aha, qram deyir, mən mol yazmışam. Deyirəm, nəsə burada uyğunluq deyil. Axıra qədər oxumamışıq. Baxın, 0,2 qram deyir. C2H4 üstə gələk H2 0,2 qram. Bu nə qədər edir? 2 qram. Onda bu nə qədər mol edir? 0,1. Bizə nə qədər vermişdi cəmi? 0,5. Bu da C2H6. 0,5-in 0,1-i budursa, 0,4-də C2H6-dır. 0,1 mol
vuracağım 28'e, kütləni istəyir. Bu eləyir 2,8. Burada da 0,4'ü vuracağım 30'a, eləyəcək 12. Bunların cəmi nə qədər eləyir? 14,8. Bir qram oxumamaq məsələni haralara apardı. Sonra gəlir 26-cı sual. Diamorfoz. Diamorfoz NH4 2 dəfə HPO4'dür. Presipitatda kalsiyum HPO4 vurulsun H2O'dur. Yəni bu presipitatdır. Deyir ki, almasda sulfat turşusu istifadə olunur. Xeyr, yəni bunların heç birinin tərkibində sulfat turşusu olmadığı üçün sulfat turşusu istifadə olunmaz. Yəni turş duzdur, bəli. Yəni hər ikisində hidrogen var, turş duzdur, 2 doğrudur. Mürəkkəb gübrədir, yox. Bu birinci hə, amma 2 digər yox. 2 dənə qida elementi varsa buna mürəkkəb deyirdik. Alınmasında ortofosfat turşusu, bəli, yəni amonyakın üstünə 2 amonyakın üstünə H3PO4 gələrik. Digərində isə məsələn üçün kalsium hidroksidin H3PO4 ilə deməli reaksiyasından deməli nə ala bilərik? Presipitat deməli almaq olar. Deməli burada oldu nə? 2 ilə 4. Gəldi 28-ci suala. 28-ci sualda kükürtlə qatı nitrat turşusunun reaksiyasını yazaq. Alınır burada H2SO4 üstə gələ NO2 üstə gələ H2O. Əmsallaşdırmanın ən rahat yolu kükürdün valetini yadınızda saxlayın. 6. Yəni bax bura 6 yazırsınız. Bax məsələn fosfor da elədi. Fosfor üstə gələ qatı nitrat turşusuna reaksiya daxil olanda alınır H3PO4 üstə gələ NO2 üstə gələ H2O. Fosforun valeti maksimum neçədir? 5. Yəni bura 5 yazsaq, yəni bəs eləyər. Yəni bu qədər. Məsələn 15 oksigen, 10 deməli ay H3PO4 NO2 bir də su. Daha doğrusu 5 dənə hidrogen, bura 2 yazmırıq da onda. Elə 5 dənə hidrogen var. 3'ü burada, 2'si burada 5. Bura 5 yazanda deməli 10, 14, bu da 1, 15 görürsüz. Uyğun gəlir. Burada da məsələn üçün 6 dənə hidrogen var. 2'si buradadır. 2'sini buraya yazsaq düzəlir. Oksigen sayına baxırıq 18, 12, 4 burada, 16, burada 18. Yəni bu şəkildə. İndi bizdən nə istəyir? Deyir ki, qazın əmsalı. Qazın əmsalı nə qədər olacaq? 6. 29-cu sualda deyirik alkin. Alkinlərin ümumi formulu CnH2-2. Hibrid orbitalının sayı deməli karbon əslində 4-dir. Orada da deməli 2 dənə pi var, 4 dənə p hibridləşmir. Ona görə 4n-4 yazıram və cəmini bərabər edirəm 12-yə. 4n buradan bərabərdir 16-ya, n də bərabərdir 4-ə. Və deyir ki, alkin molekulunda 4 karbon var. Metil qrupunun sayı 2 dənədir. Yəni alkini siz bu şəkildə də yaza bilərsiniz. Şərtə uyğun olaraq ki, nə olsun? 2 dənə metil qrupu olsun. Beynəlxalq adı 1, 2, 3, 4. Butin 2. Yəni beynəlxalq adı bu olacaq. Molekulunda sigma rabitələrin sayı ümumi rabitədən 1 vahid əski atomdan, daha doğrusu C4H6-dır. Ümumi 6-dır. 1 vahid əskik də 9 sigma edəcək. Gəlirik 30-cu suala. 30-cu sualda nə deyir? Deməli, sinkdir, üzərinə propan, 1-2 dibrom propan. Bax, 3 dənə karbon yazırıq. Birinciyə brom birləşdirirəm, ikinciyə brom birləşdirirəm. Yerdən qalan hidrogenləri uyğunlaşdırıb yazırıq. 1-2 metal dibromlu birləşmələrlə reaksiya daxil olanda nə alınır? Alken sırası karbohidrogen alınır. Əgər təbii ki, halogenlər yanaşıdırsa. Əgər bir dənə fərq varsa, deməli orada nə alınır? Siklo birləşmələr alınır. Bizə nə deyir? Deyir ki, 80,8 qram 1,2 dibrom brom propan reaksiya daxil olur. Tənini yazın, yazdıq. Reaksiya sərf olunan sinkin kütləsini hesablayın qramlarla x. Burada yazıram 65. Bunun kütləsini hesablamaq lazımdır. Bunun kütləsi də səhv eləmirəmsə 202 olmalıdır. Tənasüblə 80,8, 65-ə də 202. Deməli, buradan da x-i tapsaq 26 qram sink edər.